Zeynədin Şabanov və bizim deməli Faiq Ələkbərov akademiyanın demək ikisi də həm əməkdaşlarıdırlar, həm də bizim Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitiriblər. Bugünkü bizim seminarımızın, elmi seminarımızın mövzusu Füzulinin 530 illiyi çərçivəsində keçirilir. Təbii ki, Füzulinin 530 bu il ki, Azərbaycanda bu il Füzulinin ümumiyyətlə Füzuli ili elan edilibdir. Prezident yanvar ayında qərar imzalamışdır və tədbirlər planı hazırlanmışdır. Mən bilirəm ki, biz izləmişik, müxtəlif dövrü mətbuatdan da izləmişik, akademiyada, müxtəlif elmi müəssisələrdə Füzulinin 530 illiyi məruzələrlə, müxtəlif tədbirlərlə qeyd edilmişdir. Biz də bu çərçivədə hesab elədik ki, Füzuli kimi böyük bir filosof şairin 530 illiyi münasibəti ilə elmi seminar keçirilsin. Zeynədin müəllimə yadıma gəlir ki, keçən demək olar ki, sentyabrdan da əvvəl müraciət eləmişdik ki, belə bir tədbir keçirsək çox yaxşı olar və biz də onu böyük həvəslə qarşıladıq. Çünki dediyim kimi həm Füzuli ilidir, həm də Füzuli elə bir mütəfəkkirdir ki, onun öyrənilməsinə, daima mütaliə olunmasına, onun həm istər poetik əsərlərinin, həm də fəlsəfə əsərlərinin tədqiq olunmasına həmişə ehtiyac vardır. Çünki məsələn biz Sovet dövründə kitablarını götürüb baxırıq, Füzulinin necə tədqiq olunmuşdur. İndiki müasir müstəqillik qazandığımız dövrdən sonraki tədqiqatlara da baxanda çox böyük bir fərq olduğunu da görürük. Çünki bildiyimiz kimi ideologiya bizim orta əsr hətta şairlərimizin, mütəfəkkirlərimizin tədqiqatına böyük təsir göstərmişdir və müstəqillik qazandıqdan sonra ona görə də bütün mütəfəkkirlərimizin bir də tədqiq olunması, o boşluqların doldurulması, onların necə deyərlər, ideologiyadan kənar həqiqi bir qiymətinin verilməsi çox gözəl bir haldır və mənə gəlir ki, bizdə əslində alimlərimiz bu işlə davamlı olaraq məşğul olurlar. Və bu günləri də biz Füzulinin əsasən Zeynədin müəllim Mətləl etiqad əsəri ətrafında çıxış etmək istəyir, düzdürmü? Və Faiq müəllim isə ümumiyyətlə Füzulinin Türk dünyasında, Türk əsər tarixində rolu çox gözəl. Biz iki məruzəni də həvəslə dinləməyə hazırıq. Yəni ki, Füzuli elə bir deməli şəxsdir ki, buyurun gəlin. Yəni mən özüm də Mətləl etiqad əsərini əldə elədim. Çox sağ olun Zeynəd müəllim, siz mənə göndərdiniz və mən deməli digər bir mənə Ziya Bünyadovun tərcüməsində gətirdilər. Demək bu əsər əslində iki tərcümədə mövcud olubdur. Birinci, demək ki, Həmid Arasının tərcüməsidir, ikincisi isə Ziya Bünyadovun tərcüməsidir. Yəni mən bunları əslində biraz müqayisəli hətta oxudum və müəyyən qeydlər də götürdüm. Təzadlar var, müəyyən təzadlar çox qəribədir ki, var tərcümədə. Çünki bilirsiniz, bu Füzuli çox böyük mütəfəkkir oldu. Çox belə, necə deyirəm, münasib haldır ki, bu bizim bu əsərin əslində əhəmiyyəti nədən ibarətdir? Gəlin. Bir dənə tələbələrə deyil, bir dənə sıfır. Elə olanda biz necə olsun ki, bu şəkildə çəksinlər, uşaq gəlir. Gəlsin, çəksin. Görsünlər onda biz Gəlin nəzakət Azərbaycanın gəlin. uşaqlardan biri gəlsin. Bir dənə o stulu keçirdim bura. Stulu gəlin bura. Ne demek yani? Orada da bir yeri var. Şəkli kim çəkəcək? Qız siz çəkəcək, laf yaxşı. Şəkil düzələn şey. Demək dediyimiz kimi siz, mənə elə gəlir ki, biz əvvəlcə Zeynədin müəllimin çıxışını dinləyək, sonra yəni biz bir müzakirə kimi aparsaq Füzuliyə aid bu. Birinci bəlkə Faiq müəllimdən ümumiyyətlə. Necə məsləhət, buyursun. Siz də özünüz, sonra mətnlərlə etiqad əsəri. Buyurun Faiq müəllim. Mən boyuna buyurun. Buyurun, buyurun. Yox, elə verəmək. Salamlayıram. Günümüz aydın olsun. Sağ olun Kəmara xanım. Bizə biraz bilgi verdiniz. Böyük bilgəmiz haqqında, filosofumuz haqqında.
Mənim əslində məruzəm Azərbaycan Türk fəlsəfə tarixində Məhəmməd Füzulinin irsinin yeridir. Məhəmməd Füzuli və bizim bir çox böyüklərimiz, təkcə Məhəmməd Füzuli yox, Nizami Gəncəvlərimiz, Nəsimlərimiz, daha çox bizə bunlar şair kimi qələmə verilibdir. Biz çox təəssüf olsun ki, indi də əsasən Füzulidən, Xaqanidən, Nəsimidən, Nizami Gəncəvidən və başqa ümumiyyətlə əsasən böyüklərimizdən əsasən söz düşəndə bunları bir şair və ya da yazıcı kimi təqdim edilir. Sovet dövründə daha çox belə təqdim olundu. Sovetlər Birliyi dönəmində Sovetlər Birliyi bir imperiyaydı, özünün məqsədləri və maraqları vardı. Bu aydın məsələdir. Çünki hər bir imperiyanın özünə məxsus idarə etmə üslubu var, imperiya maraqları var. Biz o 30 ildən çoxdur müstəqilliyimizi bərpa etmişik. Bu 34 il ərzində bizim bilgələrimizə, filosoflarımıza nə dərəcədə yeni bir baxış var? Yaxud da ki, yeni bir baxışda deyərkən söhbət nəyisə mənasız yeri dəyişməkdən getmir. Ancaq ideologiyalardan uzaq Füzuliyə, Məhəmməd Füzuliyə və digər böyüklərimizə baxmaq lazımdır. Birincisi, burada Məhəmməd Füzulinin böyüklüyü onun şairliyində deyildir. O bir şair, yəni... Hayır, bəli. O ideologiyadan kənarda baxmaq lazımdır. Hansı ideologiyadan kənarda? İndi onların o tezislərindən deyilən, çalışıram, vaxtımız olduğu qədər anladım. Yəni, hansı ideologiyalardan bəli. Mən biraz tezis formasında deyirəm. Əlbəttə ki, biraz da mən onu da deyə bilərəm. Yəni, nə qərb metodologiyalarından, ideologiyalarından, nə Rusiya, nə Çin, nə İran və sair metodologiyalardan ya da ideologiyalardan baxmaq lazımdır. Biz milli metodologiya olmalıdır. Milli ideyalara əsaslanmalıyıq. Bəzən bizlər belə danışanda, əvvəllər biz belə danışanda, yazanda, şəxsən mən özüm də, yəni bu məsələlərdə milliliyimizi, özünə məxsusluğumuzu ifadə etməyimizi ortaya qoyduqda, bizi də, yəni, Azərbaycan Milli Elmlər Akademiyası, mən təmsil olunduğum Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu, zaman-zaman adı da dəyişir, Fəlsəfə İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu və s. Orada da və başqa yerlərdə də deyirlər, Fahim müəllim, siz, yəni bir qisim insan deyər ki, heç də az deyildir, deyirlər ki, siz pantürküsüz, milliyyətçisiz, şovinistsiz, çünki siz niyə yazanda və danışanda türklüyünüzü ifadə edirsiniz. Hətta 2018-ci ildə bu kitabımız ilk dəfə 2018-ci ildə nəşr olundu. Kitabın adında türk sözü olduğuna görə belə deyirlər ki, bu bəzi alimlər mi deyək, yəni nəsə indi hər halda elmi dərəcəsi olanlar, professoru deyirlər ki, Fahim müəllim, siz şovinistsiz, dövlətin siyasətinə ziddir və s. verək. Mən həmişə demişəm, yəni bu düşüncədəyəm ki, biz məsələlərə yanaşmada milli dəyərlərimizə, milli metodologiyaya yanaşmaq. Bəzən deyirlər, bu elm deyil. Söz açığı milli məsələlərdən də danışanda deyirlər, bu elm deyil, elm milli olmaz, filan şey milli olmaz, anlayırıq. Ancaq məsələ ondadır ki, Amma bir şey var, bir həqiqət var. Elmin vətəni yoxdur, bu doğrudur. Amma alimin vətəni də var, milləti də var. Əgər o alim özünün milli olduğunu, millətə mənsub olduğunu heç düşünmür, qəbul eləmirsə, vallahi bunun alimliyinə məşğul edir. Tamam. Elə mən də anlarım, onu demək istəyirəm ki, yəni aydın məsələdir. Sözün açığı, mənim biraz yanaşmam bu məsələlərin fərqlidir. Dünyada, xüsusən də gənclərə deyirəm, dünyada heç bir tarix, obyektiv tarix yoxdur. Heç bir obyektiv tarix yoxdur, olmayacaqdır da. Yəni, nə Yunan, nə İngiliz, nə Fransız, nə Amerikan, heç bir obyektiv tarix olmayacaqdır da, bu da səbəb bəllidir. Çünki hər bir dövlətin və ya imperiya olsun, ya dövləti var, öz çıxarları var. Nəyi demək istəyirəm? Mən Məhəmməd Füzulinin məsələsini demək istəyirəm. Yəni, bizim yanaşmamızda Məhəmməd Füzulinin bizə
Azərbaycan xalqına, Azərbaycan türklərinə və türk xalqlarına bağlılığı nədir, özünə məxsusluğu nədir? Bəli, onun əsərlərini oxuyuruq. Onun əsərləri bəşəri xarakter var, insanlıq məsələləri var, İslam'a baxışları var, fəlsəfi baxışları var. Ancaq istənilən bir bilgənin, istənilən bir mütəfəkkirin istər-istəməz, mən də belə düşünürəm, fəlsəfənin əsas məsələlərinə yanaşmada belə milli, məsələn, hansı məsələlərə yanaşmanı mən xüsusən deyirəm? İnsan, tanrı və kainat yer, yəni dünya, aləm ya kainat. Bu məsələlərdə istər-istəməz hiss olunur. Nə qədər olmasa da, yəni bunu diqqətlə oxuduqda bəzən deyirlər axı bu məsələlər deyək ki, hansı mənada yəni özünə məxsusluq fərqlənir. Yəni bu hansısa bir cizgidə fərqlənir. Nietzsche'ləri, Schopenhauer'ləri, nə bilim, Hegel diqqətlə oxuduqda görürük. Yəni ki, belə baxdıqda görürük fəlsəfənin nə bilim qanunlarıdır, kateqoriyalarıdır, təbiət cəmi müəyyən məsələlərə baxır. Ancaq elə mühüm məsələlər var ki, məsələn, Hegel'də bu açıq hiss olunur. Elə əsərləri var ki, hətta aşağı bəzi məsələlərdə şərqə münasibətdə biz bilirik ki, mən də biraz azdan çoxdan oxuyacağım, şərqə münasibət, təcrübə deyil yeri, aşağılayıcı münasibəti var, təcrübə deyil ümumiyyətlə, digər Jean-Jacques Rousseau'da da, Voltaire və başqalarında da bu məsələlər hiss olunur. Yəni, demək istədiyimiz odur ki, fəlsəfənin əsas məsələlərinə münasibət mən belə düşünürəm. Məsələn, bəzən deyə bilərlər, Tanrıya münasibətdə necə yəni yaradana münasibətdə necə fərqli var? O cəmiyyətlərə, təbiətlərə və dedim, yaradana münasibət baxır hansı insandır, hansı toplumdadır, hansı toplumun, cəmiyyətin dəyərləri. Bu istər-istəməz onun baxışlarının öz təsirini bilir. Yəni, bəzən deyirlər, niyə Çinlilər məsəl üçün Peyğəmbər yetişdirmirlər bu anlamda ki, yox, onların da Peyğəmbərləri var. Yəni, Çinlinin bir Peyğəmbərinlə deyək ki, bu iki çay arasında və yaxud da başqa bölgələrdə olmuş, Qüdüsdə və başqa deyərlərdə də, indi Allahın hansını demişsin, onların da yanaşmalarında xeyli fərqlər var. Yəni, bir deyək ki, necə deyərlər, Buddanın Peyğəmbərliyi ilə aydın məsələ, Budda özünə görə Peyğəmbərdir, Konfüsiy özünə görə Peyğəmbərdir, İsa, Musa və digərləri özünə görə Peyğəmbərdir. Yəni, sizdə bunlar deyəcək. Məhəmməd Füzulinin mən, vaxtımız yoxdur, bu məsələlərdən əlbəttə saatlarla danışmaq olar, bəzi detalları. Mən nəyə demək istəyirəm? Məhəmməd Füzulinin məni təəssüf doğuran və içimdə həmişə müəyyən mənada yaxşı olmayan bir şey kimi qalan, bir sızı kimi, yara kimi qalan nədir? Məsələn, niyə görə Mirzə Fətəli Axundzadə 19-cu əsrdə Məhəmməd Füzuliyi, yəni belə də, Füzuli də bir yazıqdır sadəcə, sıradan yazan biridir. Yəni, bilirsiniz, bunların hamısında ideologiyalar dayanır. Mən şəxsən belə düşünürəm. Hətta bəzən də Sovet dövründə nə edirlər Məhəmməd Füzulini kiçiltmək üçün, mən belə hesab edirəm. Mümkün o edirlər ki, Məhəmməd Füzulini kimlə müqayisə edirlər? Mən bunu qətiyyən doğru görmürəm. Məhəmməd Füzulini Molla Pənah Vaqiflə müəyyən mənada müqayisə edirlər ki, hətta indi də var o ənənə, çox təsir olsun ki, Məhəmməd Füzuli, sanki Məhəmməd Füzuli ancaq göylərlə məşğul idi. Molla Pənah Vaqif isə yerə indirdi. Bu yerə indirmək deyil yəni. Məhəmməd Füzulinin hər bir əsərini oxuduqda, onun hər bir sətri peyğəmbəryanə, belə deyək də, türkçəsi peyğəmbər sözdə farsçası, yəni bir yalavac kimi, yəni bir bilgi kimi onun böyüklüyünü göstərir. Öyle söhbət ancaq etiqadların başlanğıcı əsərindən getmir. Yəni məhblər etiqaddan getmir. Onun hər bir əsərində böyüklüyü qoyur. Leyli və Məcnun'a, indi Nizam Gəncəli başqalarında da elədir. Bəzən deyir ki, gənclərimiz də xüsusilə də deyir ki, biz də gənc olanda bizə belə aşırıyırdılar. Bizə Sovet dövründə də belə deyirdilər ki, baxın, dərslərdə Leyli Məcnun öyrədirlər. Belə çıxırdı ki, yəni əvvəllər Leyli Məcnun öyrədirdi, Xosru Bəşirini öyrədirlər, nə bilim başqalarını öyrədirlər. Başdan xarab olublar, yəni Sovet dövrünə ya Çar Rusiyasına qədər. Bizə elm və təhsil Çar Rusiyasından Sovet Rusiyası gətiribdir. Qətiyyən doğrudur. O boyda böyük insanlar yetişibdir. Tusilər yetişibdir, nə bilim, Miyanəcilər yetişibdir, Xaqani, yəni nəyə demişsin? O Leyli Məcnun, o Leyli Məcnun deyil. Bizim ancaq eşq dastanı anladığımız, eşq dastanı məsələsində bu qədər bəsitləşdirmək
Yəni Füzuli kimi böyük bir insanı Molla Pənah Vaqiflə onu da müəyyən mənada hörmətim vardır, o başqa bir şeydir. Ancaq bu dərəcədə olmaz. Füzuli başqadır. Füzulinin hər bir beytində ilahi sevgi, millətə sevgi və insana sevgi vardır. Yəni biz bəzən də bunu biraz mənim fikrimdə çox ifrata var da, o qədər bu sufilik məsələsini zaten mən belə düşünənlərdən, mənim kimi düşünənlər də var, əks tərəfdə olanlar da var. Yəni bunu o qədər edirlər ki, az qala hamıdan bir sufi çıxardırlar. Bu da nə dərəcədə doğrudur, mən bununla da çox da razı deyiləm. Məhəmməd Füzulinin ruhu bir türk ruhudur. Bu türk ruhu da nədən? Bu əsərlərini oxuduqda da, hatta dediyimiz kimi o deyək ki, o Rindüz Zahid belə götürdükdə və meyvələrin söhbəti və digər əsərlərində də var. Yenə deyirəm, təkcə etiqadların başlanğıc əsərində deyil. Bu insanın ilahi bir vergidir. İnsan hər bir beytində təkcə yaradana münasibət də bilirsiniz necədir? Onu yaradana münasibət, mən onu xüsusilə deyirəm. O bir türk dünya görüşünə məxsus olan insan kimi yaradana baxır. Bəzən mən deyəndə bəzən fikirləşirəm, mən ancaq bu fikirdəyəm, gənclərimiz də bilsinlər, mən bu fikirdəyəm ki, deməli, ərəb kimi müsəlman olmaq bambaşqa bir şeydir. Türk kimi, fars kimi, indoneziyalı kimi, hindu kimi və s. və ilə axır müsəlman olmaq eyni anlamı kəsb etmir. Çünki yenə deyim, bu toplumlarda nasıl? Bu ona görə deyil ki, yaradan tək deyil, ancaq yaradan tək ola bilər. Ancaq yanaşmalar fərqlidir. Hansı mühitdir, hansı dünya görüşü, Füzulinin dünya görüşü bambaşqa dünya. Yəni, ərəbdən, mən onu bambaşqa deyir ki, heç bir millətə də bizim, necə deyərlər, bir şeyimiz yoxdur, yəni o anlamda aşağılayıcı deyil, ancaq yanaşma fərqlidir. Yanaşma fərqli. Bəzən deyirlər ki, niyə görə bu yeri gəlmişkən, niyə bu türklər ən çox səni, baxın, diqqətlə oxusanız, Məhəmməd Peyğəmbərimizə ən yaxşı əsərləri sevgi ilə edənlər türklərdir. Bu səbəb bəllidir. Çünki türkün sevgisi, yəni, biraz fərqli olur, yəni. Fərqli baxışlar olur. Bundan istimal edənlər, istifadə edib zaman indi də bunun ağrısını biz yaşamışıq. Güney Azərbaycanımızda, yəni xüsusilə də Həzrət Əliyə, Həzrət Hüseynə nisbətdə də bunu biz indi də yaşayırıq. Yəni, bəzən mən düşünürəm, məsələn, Füzuli qəzəllərində Həzrət Hüseyndən bəhs edir. Onun bəhs etdiyi, bilirsiniz, onun deyə bilərlər ki, bəlkə o bəzən elə bir fikir var ki, o da istəyirdi ki, yəni müəyyən mənada Həzrət Hüseynə daha çox qəsidələr yazırdı ki, qəzəllər yazırdı ki, müəyyən mənada gəlirlərini ondan qarşılasın. Ola bilər, yəni, insandır, bəzən, ancaq o Füzuli bu deyildi, yəni. Füzulinin böyüklüyü, necə deyərlər, bir-iki qəsidəni İmam Hüseyndən çox yazıb, insanlar da bilirsiniz də, xüsusən də Kərbala şəhərində, Bağdadda, xüsusən də Kərbalada, ola bilər bu. Ancaq bu Füzulinin böyüklüyünə müxtəlif yollarla zərər yetirmək anlamı, yəni edənlər ola bilər. Yox, Füzuli başqa bir şeydir, Füzuli bir filosofdur. O şair deyil, ona görə əvvəlcədən deyirəm. Füzuli bir şair, biz şair, məsələn, mənim düşüncəmə görə deyirəm, fərqli baxışlar olur. Molla Pənah Vaqif şair ola bilər, şairdir. Hətta o başqa bir şey, müzakirə edə bilərik, necə şairdir və s. Süleyman Rüstəm şair ola bilər bu və digər dərəcədə. Sənət Vurğun düzdür, biraz nəzərə deyərlər, biraz insanlığın fəlsəfəsindən də yazmağa cəhd göstərmişdi, biraz fəlsəfi məsələləri. Ancaq, yenə deyirəm, Məhəmməd Füzuli, bilirsiniz, bir insanın böyüklüyü onun hər yerdə, onun, yəni istər tənqid olsun, istərsə onun ideyalarını təbliğ olsun. Özbək soydaşlarımız, Qırğızlar, Qazaxlar, aydındır, Türkmen elindəki, Türkiyə aydındır. Ola bilsin, biraz sözün açıq, Qazaq-Qırğızlarda nisbətən Qazaq-Qırğız Tatarlardan bəlkə daha çox deyildir, yəni Məhəmməd Füzulinin irsini araşdırma, ancaq vardır. Ancaq aydındır ki, Özbəklər, xüsusən də Özbəklər, Türkmənistan türkmənlərini mən deyirəm və aydındır, bu tərəfdə də Anadoluda, Kərküşdə, Hələbdə və digər yerlərdə də aydındır. Yəni, Füzuli doğrudan da bir peyğəmbəryana ya da yalavac bir mütəfəkkirimiz idi. Onun irsi, mən birində deyim, fikirlərim tamamilə çox, mən bu məsələlərin hər bir detallarını mən tez formasında deyirəm. Mən ümid edirəm, yavaş-yavaş biz o ənənəyə son qoyuruq, biraz o yanlış vardır. Biz böyüklərimizi, o cümlədən gələn Məhəmməd Füzulini, Nizami Gəncəvini, digər böyüklərimizi daha çox son dövrlərdə Qərb dünyasının, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının təqdimatında biz onların böyük olduğuna inanmışıq. Özümüzdə demiş, doğrudan da bunu əgər Qərbdən
Toynbee yazırsa, nə bilim Huntington yazırsa, Fukuyama yazırsa Nizami Gəncəvidən, Füzulidən, deməli bunlar böyük. Çox yanlış bir şeydir və mən %90% indi mən %100 demirəm, ancaq %90% onların yazdıqlarında təriflər vardı. Təriflər və yanıltmaçlar var. Yəni bizi elə labirintə dolaşır. Məsəl üçün bunlardan biri məsəl üçün Mövlana deyir gəlmişkən. Mövlananı elə bir labirintə sarıblar ki, bəzən biz bilmək olmur, yəni biri tam anlamda. Onun böyüklüyü nədə ifadə olunmuşdur? Çünki qərblilərin gözündə Mövlananın böyüklüyü tamam başqa məsələlər üzərində. Yəni başqa məsələlər üzərində mən detallara varmaq istəmirəm. Onun yəni Mövlana deyir ki, tərsasan gəl, məcusisən gəl, nə bilim kim. Yəni bu belə çıxır ki, bu Mövlana əgər elədirsən, mən o Mövlananı qəbul etmirəm. Yəni əgər Mövlananın təqdimatında Mövlananın ruhu hər şeyi qarşılayırsa, yəni cinsindən, irqindən və ümumiyyətlə dünya görüşündən asılı olmayaraq, mən detallara varmaq istəmirəm. İndi irq ayrı ola bilər, cins, ancaq elə məsələ orada həssas məsələ. Əgər Mövlana doğrudan da o Mövlanadırsa, o qərbin təqdimatındakı Mövlana mənim düşüncəmə görə qərbə lazımdır. Çünki qərb ABŞ, yəni Böyük Britaniyası ya da başqa birisindən nə mənada hansı dəyərlər artıq bir sözlə dəyərlərlə deməzdim, yəni qarışıq bir şeylərdən anlayırsın. O Mövlanadan mən nə Füzulini mən qəbul edirəm, nə Nizami, mənim ona görə deyirəm ki, öz ruhumda, öz mahiyyətimdəki bilgələrimizin böyüklüyü lazımdır. Biz onu doğru istiqamət almışıq, əlimizdən gələni edirik, edəcəyik. Biz yeni nəsilimizi elə etməliyik ki, yeni nəsil öz bilgələrindən sözün həqiqi mənasında qurur duysun. Yoxsa Platon, Aristotel, Jean-Jacques Rousseau, Hegel, Kant, Comte, Mont bunlar lazımdır. Mən bunları inkar etmirəm, qətiyyən inkar etmirəm. Ancaq biz öz böyüklərimizi də, öz bilgələrimizi də dəyərləndirməliyik sözün həqiqi mənasında ki, gənclərimiz bilsinlər ki, bunların Farabiləri, Əhməd Qəsəviləri, Yusif Balasaqonları, Füzuliləri, Nizami Gəncəvləri və s. ilaxır mən Məhəmməd Hidayətçiləri, Nəbatiləri və bir çox böyüklər vardır. Baxın, mən bu fikrimi bitirirəm. Baxın, qərblər haradasa 2 dənə cümlə yazmış ya da 2 dənə nəzm əsər çəkmiş, birdən-birə kütləvi şəkildə təbliğat taparlar və bizə nə edir, nə kimi təbliğ edir? Böyük bilgə və filosof kimi. Ancaq biz böyüklərimizi isə çox təəssüf olsun ki, hələ yetərincə ortaya qoymamışıq. Bunun səbəbləri bəlli idi. Ancaq inşallah müstəqil varlığımız daha da böyüyəcəkdir və biz böyüdükcə öz böyüklüyümüzə, həm öz böyüklüyümüzə qovuşacaq, həm də böyük insanlarımıza öz gözümüzdən, öz ruhumuzdan baxacağız. Məni dinlədiyiniz üçün sağ olun, var olun. Sağ olun. Kitabı da Çox sağ olun. sizdən. Buyurun, bizim kartlarımızı təqdim edirsiniz. Çox sağ olun, Faiq müəllim. Siz bilirəm ki, bu yaxınlardan demək, Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan fəlsəfəsi, tarixi və müasir fəlsəfə. İndi bir də yeni şöbə yarandı. Türk xalqlarının Azərbaycan fəlsəfə tarixi də qalır. İndi Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi. Müdürü Gecikmiş olsa şükür ki o yerə. Sağ olun. Bəli, sizi təbrik edirəm. Hesab edirəm ki, siz Türk xalqlarının fəlsəfi irsinin tədqiqində böyük rol oynayacaqsınız, öz tövbənizi verəcəksiniz. Mən sizin fikirlərinizə bir qədər əlavə eləmək istəyirəm. Düz deyirsiniz ki, Faiq müəllim, biz Füzulini öyrənərkən əslində bir şairdən də daha çox fəlsəfi şair kimi öyrənirik, bir mütəfəkkir kimi öyrənirik. Ümumiyyətlə Azərbaycanda fəlsəfi fikrin inkişafında biz bilirik ki, bizim şairlərimizin çox böyük rolu olubdur. Və hətta mən belə görürəm ki, əvvəllər biz oxuyurduq, məsələn, fəlsəfə tarixinə dair, oçerklər və s. Daha çox şairlər orada öz əksini tapırdı. Nəsimidir, Nizami, Füzuli, Nəsimi və s. Ancaq sonralar artıq 80-cı illərdə bizim bir çox filosoflarımız da məlumdur ki, tədqiq olundular, tərcümə olundular və biz gördük ki, bizim fəlsəfi irsimiz yalnız şairlərin, şair mütəfəkkirlərin irsindən ibarət deyil. Bizim, necə deyirəm, professional fəlsəfəmiz olmuşdur və fəlsəfəmiz əslində bir neçə istiqamətdə inkişaf eləmişdir. Yəni burada həm kəlam sahil, yəni Quranın ilahi, yəni skolastik hissəni götürmək olar. Kəlam, yəni ki, Qurandır, müxtəlif dini problemlərdir, onların şərhi üzərində işləyən alimlərimiz olubdur, sufilik olubdur, aydındır ki, və bir də peripatetizm olubdur. Və ona görə də mən məsələn hərdən tələbələrə də deyirəm ki, peripatetik filosofların məsələn Kindini, Fərabi və İbn Sinanı çıxmaq şərti ilə qalanların hamısı Azərbaycandan olubdur, xüsusilə Cənubi Azərbaycandan. Bu nə deməkdir? Bizim təsəvvür edin ki, nə qədər 17-ci əsrə qədər bu ənənə davam edibdir.
Və bizim şairlərimiz nə üçün filosof şair olublar? Ona görə ki, onlar məhz həmin əsərlərdən bəhrələniblər. Həm sufi fəlsəfəsindən, həm peripatetik ənənələrdən. Nizaminin özünü götürürük. Məsələn, orada Fərabinin izini görməmək mümkün deyil. Fərabinin fəzilətli şəhər ayəsinin görüşlərində necə bir ideal cəmiyyət yaradıbsa, Nizamidə biz onu görürük. Füzulinin də həmçinin. Füzulinin özü, məsələn, mən son ədəbiyyatlara baxıram, qeyd edirlər ki, o təriqətlərə mənsub olmayıbdır. Ancaq nə qədər təriqətlərə mənsub olmasa da, onun demək olar ki, əsərlərində bir sufi izi vardır, sufi necə deyirlər, fəlsəfəsinin məğzi vardır. O sufiliyə necə özündə əks etdirən əsərlər yazıbdır. Və o əsərləri oxumaqla siz mən Aydındır, biraz o sufilik məsələsindən nəysə, biraz mən fərqli yanaşıram. Çox da o düzdür, hansı bir təriqətin nümayəndəsi olmayıbdır. Ancaq ideyalar olur, sufilikdir. Və yaxud biz mən hələ keçən Nəsimini oxuyuruqsa, yenə də hierofilik. Bəli, mən də onu dedim ki, heç bir təriqətə mənsub olmayıb. Ancaq ideyaları götürürük. Ola bilər. Bax, indi mətləl etiqad əsəri, yenə də baxırıq, nəyə görürük? İndi Zeynəbdə mənə çıxış edəcək. Biz onun antik filosoflarla tanışlığını, peripatetik filosoflarla tanışlığını görürük və bu ideyalar hoppuş bir şair doğrudan da dünya səviyyəli əsərlər yazacaqdır. Bütün bəşəriyyətə xidmət edən əsərlər ideyalar irəli sürə bilərdi. Buyurun Zeynəbdə. Salamlayıram, müəllimlərimi salamlayıram, tələbə yoldaşlarımı salamlayıram, həm də tələbələrimizi salamlayıram. Mən də əl boş gəlməmişəm. Sizlə görüşək, elə əvvəldən deyim, Azərbaycan Milli Eğitim Fəlsəfə və Sosiologiya İnstitutundan, sizin Bakı Dövlət Universitetinin Fəlsəfə Kafedrasından Şərq fəlsəfəsi problemləri, jurnalın müstələrindən də Zəhmət olmasa baxanda. Zeynəb mən bir dəqiqə elə kitab əlinizdə. Müxtəlif illərə məxsus jurnalları gətirmişəm. Burada çox maraqlı fikirlərlə tanış olublar ki, mənim danışacağım mövzum da son şərq fəlsəfi problemləri jurnalında öz əksini tapıbdır məqalə şəklində. Bu kitablar isə Azərbaycan fəlsəfəsinin böyük nümayəndələrinin özünü Xanım Quluzadənin müəllif olduğu kitablardır. Sizə fəlsəfə... Biz elə bunları qoyacaq kitabxanamıza tələbələr də var, istəyirlər gəlsinlər, oxusunlar. Faiq müəllim, dahi şair, filosof Məhəmməd Füzuli haqqında ətraflı məlumat verdi. Həm şərq dünyasının, həm müsəlman dünyasının, həm türk dünyasının böyük şair filosofudur. Böyük əsərlər yazıb, böyük sənət sahibi, söz ustasıdır. Dərin mənalı fikirləri var onun əsərlərində. Həm insanlıq, humanizm, dostluq, düzgün idarə etmə, insan haqları, qadın hüquqsuzluğu və bu kimi məsələlər əsərlərində yer tapır. Və bu ilə də Azərbaycanın həm də dünyanın fəlsəfi irsini zənginləşdirir. Bu böyük göstəricilərinə görə də dünyada bir neçə 500 illiyini UNESCO səviyyəsində, BMT səviyyəsində hansı ölkələrdəki elmə, mədəniyyətə qiymət verirlər, o ölkələrdə yüksək səviyyədə onun yubileyi keçirildi. Bu ildə 5-9 illiyidir və Prezidentin sərəncamı ilə ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrində, kitabxanalarda, elm tədqiqat mərkəzlərində Füzuli irsi bir daha incələnir. Eyni zamanda bir ötən ayda böyük bir Azərbaycanda beynəlxalq kitab festivalı keçirildi ki, bu festival da Füzulinin 530 illiyində həsr olmuş. İrfani mühəbbət, ilahi eşq məsələsi Füzuli yaradıcılığından, Füzuli qəzəllərindən qırmızı xətt kimi keçir. Ancaq Faiq müəllim dediyi ki, təkcə Füzuli eşq şairi, məhəbbət şairi deyildi. Onun əsərlərində dərin əxlaqi dəyərləri əks etdirən fikirlər, incəliklər, fəlsəfi mütəmmələr, mübahisələr və fikirlər var. İndi müxtəlif ola bilər ki, fikirlər ola bilsin, təzadlı fikirlər ola bilsin. Hamısını başlamalı da bir fəlsəfə sahəsinin nümayəndələri isə belə olur. İndi belə gedirlər ki, təsəvvür yolçusunun yolçusu olduğunu adlandırırdı Füzuli özünü və özünü təriqət
şəriət, təriqət, mərifət, həqiqət yolunun yolculuğunda bu mərhələləri keçər və bu günlərində qeyd edirlər ki, ən yüksək zirvəyə qədər çatmış bir böyük ustad şair adlandırırdılar. 16 iri həcmli bir əsərin müəllifidir ki, onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur və bugün də tərcümə olunmaqdadır. Divanı isə, Füzulinin divanı isə UNESCO-nun dünya yaddaşı beynəlxalq reyestrinə daxil olunubdur. Yəni, müxtəlif istiqamətli qəzəllərdə bir çox məsələlərə, həm bütün insanları maraqlandıran məsələlərə toxunursa da, Füzuli qeyd edirdi ki, mən hər bir hadisənin prosesinin səbəbini axtarmaq istəyirəm, mən həqiqəti əldə etmək istəyirəm, bu həqiqəti necə əldə etmək lazımdır fikri qarşısında qalarkən, o fəlsəfəyə müraciət edir və qeyd edir ki, bunun üçün mən fəlsəfi irsə müraciət elədim və qədim Yunan fəlsəfəsindən və sonraki orta əsrlər qərb fəlsəfəsi, şərq fəlsəfəsini ələ gətirib, nəzərə gətirib bir təfəkkür süzgəcindən keçirdi və 4 sütunu və çoxlu qapıları olan, çoxlu bağları olan bir ev tikdi. Yəni 4 rükünü, 4 bölmədən ibarət olan bir əsər yaratdı və əsərin adını mətləli etiqad, bir mərifət, bir məar başlanğıcın və sonun dərkinə aid biliklərə giriş, etiqada giriş adlandırdım. Yəni bu əsər 4 bölmədən ibarətdir. Birinci bölmədə biliklər haqqında, elm haqqındadır. İkinci bölmə aləmlərdəki aləmin, dünyanın vəziyyəti haqqında biliklərdir. Mərifət etdi, biliyi götürür, yəni bunu da bilik kimi götürür. Üçüncü, Allah haqqında, onun əlamətləri haqqında bilikdir. Dördüncüsü isə Peyğəmbər və onun sifətləri haqqında bilik adlandırırdı. Və Məhlər Etiqad əsərini bir çox tədqiqatçılar bu həm fəlsəfəni, həm də dini özündə əks etdirən teoloji bir risalə adlandırırlar. Füzuli əsərə başlamaq üçün bir çox məsələlərə müraciət edir ki, bu bilik necə yaranır? Hardan bu cəmiyyətə lazımdırmı? Əgər lazımsa, necə meydana gəlir? Kainatın mənşəyi necə yaranır? İnsan necə yaranır? İnsanın cəmiyyətdə görəvi nədən ibarətdir? Bu görünən varlıqlar, hiss etdiyimiz varlıqlar necə yarandı? Bu fikirlər Füzulini maraqlandırır və buna görə də qeyd edildiyim kimi Yunan fəlsəfəsinə müraciətin, antik Yunan fəlsəfəsinə müraciət edərək oradan müəyyən fikirlər əks edirdi və özünün traktovkasına, özünün şərhini verirdi. Özünün şərhini, öz münasibətini bildirirdi. Bəzi hallarda isə deyək ki, biz bunu Foma Akvinski'də, Augustin'də görmüşük ki, mesela Augustin və Foma Akvinski'də Aristotelin əsərlərini elə bir xristiyanlıq zəminində şərh edirlər. Xristiyanlıq tərəfinə edir. Ancaq Füzuli isə bilirik ki, böyük şeyxdir, din xadimi edir, dinə, Allaha yaxın insan edir. Bunları özündə əks etdirən bir şəxsdir və bilirik ki, vəfat etdikdən sonradan vəsiyyətində bilirik ki, harada dəfn olmaq əvvəldən vəsiyyət etmişdir. O Aristotelin fikirlərini isə artıq o qədim dövr fikirlərini artıq İslami zəmində araşdırıb, onun şərhini vermək istəyirdi. Yəni, Qurana, müqəddəs kitabımıza müraciət etməklə belə deyildi. Quranda da bu cür ayə var, bu surət var, belə əlaqələndirilmiş şəkildə izah eləməyə çalışırlar. Ancaq eyni zamanda Füzulinin elə fikirləri var, indi o dövrdə bilsə də görür ki, bugün də bunu hansısa elmlərdə başqa cür izah edilir. Məsələn, deyirdi ki, yəni yaradılış cinsə aid növ, növə aid sinif, sinifə aid fərd, fərdə aid üz kimi belə bir tam şəklində yaradıldığını söylüyoruz. Bugün də məntiq elmi el dairələri ilə
bunu göstərir ki, yəni yaradılmışlar belədir, bir-birinə daxildir. Tam və hissələr, tamın hissələrin vəhdətindən, onların arasındakı qarşılıqlı münasibətdən yarandığını söylüyordur. Deyir ki, tamı hissələrsiz təsəvvür etmək mümkün deyil. Mütləq hissələr arasında tam və bütövlük olmalıdır ki, o öz bütövlüyünü, tamlığını qoruyub saxlaya bilsin. Bunun üçün də həmin tam deyir ki, daim məkan və zaman daxilində hərəkətdə olmalıdır. Və təbiətdə, cəmiyyətdə hər bir hadisə, hər bir varlığın hərəkətdə olduğunu söylür. Deyir, mən də hərəkətdəyim. Mənim hərəkətim, mənim fəaliyyətim sözü nəzmə çəkmək fəaliyyətidir. Amma biz sükunətdə gördüyümüz hadisə və proseslər hamısının daxilində hərəkət var. Hərəkətsiz heç nə yoxdur. Bu günlərində bunu, hərəkətin 5 növünü irəli sürüblər. Bu gün də bunu təsdiqləyir, elmi təsdiqləyir. Ancaq Füzuli əvvəldən bu barədə fikirlərini demişdi və söylüyordu ki, bəli, insanlar da daim fəaliyyətdədirlər. İnsanların fəaliyyətdə olmağının, onların fəaliyyətinin azad olması barəsində fikirlərini söyləyərkən şərq təriqətlərində, İslamın zəminində təcəllat tapmış qədərilik və cəbərilik təriqətlərinə müraciət edərək söylüyordu ki, qədəri filosoflar insanın öz fəaliyyətində azad olduğunu, ancaq cəbrilər isə bütün fəaliyyətin Tanrıdan gəldiyini və onun qüdrəti ilə həyata keçirildiyini irəli sürürlər. Və bu iki tərəf arasında o insanın söylüyordu ki, kitabımızda verilib ki, kitaba müraciət edərək müqəddəs kitabımızda deyilir ki, kitabımızda deyilir ki, mən sizə ağıl verdim hərəkət etmək üçün. Fəaliyyət götürün, ağıl verdim, ağılla hərəkət edin, düzgün hərəkət edin, düzgün davranın, cəmiyyətə fayda verin. Siz insanlar, Füzuli deyir ki, insanlar elə hərəkət eləməlisiniz, elə fəaliyyət göstərməlisiniz, cəmiyyətin inkişafına xidmət eləsin. Çünki ağıllı insan necə ki, başa düşür ki, onun bir əvvəli var, ağıllı insan bilməlidir, o ağılla hiss eləməlidir ki, bunun bir sonu var. Bu sonunu hardaşmalıdır, bu sonu onun hesabatdır. O onun əlində hesabat, hansı hesabatla gedir? Biz hamımız haradasa işləyirik. İndi Kəmal xanım yəqin noyabr ayıdır, yəqin noyabr artıq bütün kafedra əməkdaşlarından hesabat tələb edirsiniz, öyle mi? Artıq dekabr. Hesabat tələb edirsiniz. Biz də akademiyada belədir. Mən bir aparıcı elmi işçiyəm şöbədə və şöbə müdürü artıq məndən noyabr ayı üçün əmək haqqı alırsan da, bir ildə əmək haqqı alırsan. Nəyin var? Əlində nə ilə gəlirsən ilin sonuna? Ya gələn nə ilə gəlir? Hesabatını ver. Şöbə müdürünə hesabat verdi. Şöbə müdürü institutun elmi şurası qarşısında hesabat verir. Bu şöbə bu il ərzində neynədir? İnstitut akademiyanın deməli, ictimai bölməsi qarşısında hesabat verir ki, bu bölmə il ərzində bu keyfiyyətləri var, bu xeyri veribdir cəmiyyətimizə, elmimizə. İctimai bölmə akademiyanın rəyasət heyətinə, akademiyanın prezidentinə hesabat verir ki, bu bölmənin fəaliyyəti bundan ibarət. Akademiyanın prezidenti də bunu yaxşı bilirsiniz ki, ildə bir dəfə, aprel ayında ölkə başçısına, prezidentə hesabat verir, ümumi yığıncada hesabat verir ki, akademiya məsələn bu qədər pul ayrılmış, bu qədər iş. Bunun müqabilində akademiya bu hesabatla gəlir, ildə bu qədər iş görür. Və nəhayət ölkə prezidenti də xalqa hesabat verir ki, ildə 2 dəfə həm iyun ayında, həm dekabr ayında ki, nə işlər görmüşsünüz, cəmiyyətimizin inkişafını hesabat. Hamımız dedik ki, ömrümüz hələ onu demirəm ki, hər gün biz özümüzə, psixologlar deyir ki, hər gün akşam öz-özünə hesabat verməlidir. Ki, bugün neynədir? Nə qazandım? Nə səhvlər elədim? Bu səhvləri sabah eləməyim. Yəni, bütün günümüz hesabat. Yəni, insan da deyir, Füzuli deyir ki, hər bir insan hesabat gününə hazırlaşmalıdır ki, əlində hesabata nə ilə gedirsən, hansı əməllərlə gedirsən, bunu bir ağıllı insan həmişə hiss eləməlidir, deməlidir. Və o, bayaq dediyim kimi, əsərində bilikləri bir-birindən fərqləndirildi. Nəzəri bilik,
praktiki əməli bilik. Burada Allaha aid bilik var, Allahın əlamətlərinə aid bilik var, Peyğəmbərə aid bilik var, onun sifətlərinə aid bilik var, müxtəlif riyaziyyat elminə, ilahiyyat elminə aid biliklər var, etiqadlara aid biliklər var. Yəni bu biliklər bir-birindən ayrıdır və söyləyir ki, bunlar da sadədən mürəkkəbə doğru dəyişir. Yəni ilkin sadə bilikləri deyir ki, bizim ilkin aldığımız informasiyalar onlar düz olmaya da bilər. Amma elm bilikdən daha güclü, çünki elm üçün deyəcəm hansı məsələdən istifadə edilir. İlk yaradılış haqqında maraqlı fikirlər söylürdü və yəni bu barədə fikir söyləmək üçün yenə antik Yunan fəlsəfəsinə müraciət edərək deyirdi ki, məsələn, Fales qeyd edilir ki, aləmin bir yaradıcısı var, o elə bir ünsür yaradıb ki, onda hər bir şeyin şəkli var. Və ilk yaradılan da suyun olduğunu rəsmidir və qeyd edirdi ki, su bir bəsit bir maddədir və onu suyu deyir, hansı səthi, niyə ilk dəfə su yaradılır, bunu füzul deyir, niyə ilk dəfə suyu hansı səthə atsan, digər maddələrdən fərqli olaraq o səthin formasını alır. Ona görə də ilk dəfə o yaradılıb. Suyun baxın, burada indi biz öyrənirik və öyrədirik də məzmun və forma məsələsini. Bu, Aristoteldən gələn məsələ idi ki, Aristotel deyildi ki, bəzən forma, bəzən məzmun aktivdir. Burada isə indi deyək ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Eləmi? Məni candan usandırır, cəfadan yar usanmazmı? Fələklər yandı ahindən, muradım şəmli yanmazmı? Qamu bimarinə canan divayi dərəfdən, neçin qılmaz mənə dərman, məni qimar sanmaz. O dövrdə Kəmal xanım üzr istəyirəm, bizi nəzər öyrədirlər. Əzbər yalnız. A, B, A. A, B, A. Bu bir formadır. Forma görürük ki, burada pasivdir. Amma bu formada minlərlə qəzəl yazmaq olar. Məzmun dəyişir. Bu şeiri, qəzəldə məzmun tez dəyişdi. Amma forma olduğunu qaldı. Amma su misalına gələndə deyir ki, su öz məzmununu saxladı, sudur. Amma hansı səthə atsaldı, o formanı alacaq. Forma tez dəyişdi, məzmun qaldı. Yəni ki, forma ilə məzmunun bir qarşı dialektikasını belə rahat, asan izah edirdi. Amma eyni zamanda söylüyordu ki, suyun Aristotelə müraciət edir. Su biraz sıxlaşıb bərkidi, torpağa mənə gəldi. Biraz duruldu, onun oda mənə gəldi. Seyrəkləşməsindən hava meydana gəldi. Tüstüdən isə, odun tüstüdən isə göylərin yarandığını söyləyirdi. Suya bir daha, suyu paklıq, təmizlik rəmzi kimi, simvol kimi götürürdü. Su haqqında onun qəzəli də var, su qəzəli də var. Eyni zamanda suyu belə pak, gözəl göstərdiyinə görə Peyğəmbərin özündə də belə paklıq, saflıq formalarını göstərirdi. Ancaq bu demək ki, bu misalı o Falesə görə verdi. Amma Aristotelə görə deyir ki, əvvəlcə heç nə yox imiş, heç bir varlıq yox imiş. Və o ilkin varlıq bir hərəkət nəticəsində artıq varoluş baş verdi. Bunun üçün də o üç istiqamətdə hərəkətə başladı. Elinə, uzunluğa, dərinə hərəkətə başladı. Hərəkət etməyən bir hissə vardı. Bu hərəkət isə dairəvi hərəkət idi. Hərəkət etməyən hissə soyudu və o torpağa çevrildi. Hərəkət isindi, digər hissələ isindi, sürtünmə nəticəsində isinib, oda çevrildi. Bir ərzə soyumağından isə hava və ya daha sonra isə havanın rütubətlə əlaqəsindən suya çevrilmiş oldu. Yəni belə götürür, belə qeyd edirdi ilk yaradılışı. Və sonda da qeyd edirdi ki, Allah Teala dünyanı yaradanda kitabımızda da yazılıb ki, onun ərşi suyun üzərindeydi. Yəni ki, artıq deməli suyu yaratmışdı. Platon ideyalarına
öz münasibətini bildirir və Platonun əsasları deyirdi ki, Platon belə bir fikirləri sürür ki, o da deyir, Fales kimi fikirləşirdi. Yəni ilkin olan iki dünya var, o iki əql dünyası var. Orada əsas olan, dəyişilməz, sabit olan ideyalardır. O ideyaların isə törəmələr ondan gələn, onun törəmələri var. Yəni bu aləmdəkilər ondan törəmələrdirlər. Bunlar isə daim dəyişilməkdədirlər, ancaq ideyalar dəyişilə bilməz. Bu ideyalar içərisində yaxşılıq var, gözəllik var, həqiqət ideyaları var. Gözəllik ideyasını qeyd edir ki, bizim bildiyimiz gözəllik kimi deyildir. Gözəllik ideya dəyişilə bilməz. İdeya elə formasını dəyişə bilməz, ideya toxunmaq olmaz. Amma bizim bildiyimiz gözəllik elədir ki, bu biraz keçəndən sonra o köhnələ bilər, ya gözəlliyini itirə bilər. Ona görə də bizim bildiyimiz gözəllik o gözəllik deyildir. Əsas gözəllik o ideyadır, o da toxunulmazdır. Eyni zamanda varlıqların əsasında həmişə iki qüvvənin olduğunu söylürdü. Məhəbbət qüvvəsi, ədavət qüvvəsi. Əgər sabitlik, nizam, davamlıq varsa, deməli, burada məhəbbət qüvvəsi əsasdır. Əgər burada parçalanma, dağılma varsa, ədavət qüvvəsi. Bu fikirlərdə bildiyimiz kimi antik Yunan filosoflarından empedoklara aid fikirlərdir. Müxtəlif substansiyaların olduğunu irəli sürürdü. Həyyula, şəkil, cisim, ruh, əql. Əqlin özünü də bir-birindən fərqləndirirdi. Maddi əql, nəzəri əql, əməli əql, istedad əqli hər kəsdə olmur söylüyordu. Ondan sonra potensial əql ilə nəticə əqli, yəni ki, aktual əqli bir-birindən fərqləndirir ki, elə insanlar ola bilsin ki, ondan sonra potensial var, o potensial, o güc var, o enerji var, onu ola bilsin ki, imkan və gerçəklik. Elə imkan ki, bu kateqoriyanın deməli olması nəticəsində onu üzə çıxara bilmir. Ancaq ola bilsin həmin insanda o potensial, o əql var. Onun aktuallaşmanın gerçəkliyə çıxması üçün müəyyən şəraiti lazım olduğunu söylüyor. Çox danışdım deyirsin. Bəlkə bir pəncərəni açıb təbii. Hadisə proseslərinin səbəbini öyrənmək üçün deyirik biz duyğulardan başlayırıq. Deyirik ki, həqiqətən və praktikadan başlayır. Yox, praktikadan başlayır. Hissi idrakdan başlayır. Deməli, nəzəri idrakı, sonra praktikada təsdiqini tapır. Biz onu da deyirik ki, bəli, həqiqətən əsaslı ilə duyğularımızdan başqa onların 5 dənə olduğunu da irəli sürürdü ki, eşitmə, görmə, dad bilmə, toxunma, iyi bilmə deməli, bu duyğular o ilə bərabər, bu duyğularla bərabər batini duyğularında olduğunu söylürdü. Bu duyğular hansılardır? Ortaq his, təsəvvür, xəyal, hadisə və özünü idarə edən duyğuların olduğunu söylürdü. Və insanın bir strukturlaşmış, bu struktur olmasını söylüyordu ki, onun üçün daxilində onun qüvvələr var. 8 qüvvə var insanı bu formada saxlamaq üçün onları da cazibəyə qidalandıran, saxlayan, törədən, surət verən, rədd edən, həzm edən kimi qüvvələrin olduğunu söylüyordu. Şərq filosoflarına, peripatetik filosoflara müraciət edərək mümkün və zəruri varlığın olduğunu söylüyor və mümkün varlığın məhz zəruri varlığın nəticəsində, ondan sonra, ondan törəndiyi fikrini irəli sürürdü. Və Füzulinin fikrincə, bütün işlər, fəaliyyətlər insanın özünə aid olsa da, müəyyən xeyir və şər işləri var ki, bunlar cəmiyyətə xas olan işlərdir. Xeyir işlərini görmək üçün insanlar harada xeyirli, faydalı, yaxşı, cəmiyyət üçün xeyirli iş, o insan var, o onu seçir. Bu onun seçimidir. Amma eləsə var ki, bu mənfi, pozitiv işləri, onları seçir. Yəni bu var. Amma o insanın sana verilən ağla görə kimi bunu seçirdir, xeyir işləri, faydalı işləri, kimisi isə şər işləri seçir. Və şər işləri özü isə əqlin həqiqətə çevirmədiyi işləri, əql həqiqətə çevirən işləri xeyirli işlər adlandırılır. Və eyni zamanda
bu varlıqları da bir-birindən fərqləndirirdi. Deyirdi ki, məsələn, bitkilər göyərir. Deməli, o cansız varlıqlardan daha üstündür. Heyvanların isə iradə fəaliyyəti var. Deməli, o bitkilərdən üstündür. İnsanın isə ağlı var, düşüncəsi var. Deməli, insan da buna görə heyvanlardan üstündür. Peyğəmbərlərdə isə xüsusi peyğəmbərlik feyzi var. Ona görə də ona görə qabaq görənliyi var. Hadisə prosesində qabaq görmək qabiliyyəti var. Ona görə də o da peyğəmbərlər də insanlardan üstün olduğunu söyləyir və bildirirdi ki, insan özü ruh və bədəndən ibarətdir. Bədən, ruh bir-birini tamamlayır. Ruhsuz bədən, bədənsiz ruh yoxdur. Ruhla bədənin münasibətini, aşıqla məşuqun münasibətinə bəsləyir. Bunlar nə qədər çox vaxt keçsə, bu qədər özləri bir-birinə ayrılmaz olur, bir-birini istəyirlər. Ruhla bədən də belə deyir. Və söyləyir ki, ruh özü bədəndə olur və bədən ola bilsin ki, bədən onu ruha ancaq yaxşı işlər görməyə və bəzi bədənlər isə onu pis işlər görməyə vadar edə bilər. Ona görə də insan dünyasını dəyişdikdən sonra ruh ölür, ruh bədəndən ayrıldıqdan sonra xüsusi ruhlar aləminə ruhlar aləminə qalxırmı? Ancaq cəmiyyətə xeyir verən, fayda verən, əməli salih insanların ruhu göylərə qalxır. Digərləri isə, hansı ki, o cəmiyyəti geri saxlayan, cəmiyyətə negativ davranışları ilə cəmiyyətdə fərqlənən insanların ruhları isə ilişib qalır. Ta qiyamət gününə qədər də onlar yollarla çatmayacaqlar. Yəni, ruhun özünün nə olduğunu, bəsit bir cövhər olduğunu söylüyor. Yəni, o deyir ki, ya maddə ola bilməz, ya surət ola bilməz. Çünki o, deməli, bəsit bir cövhərdir. Və eyni zamanda söylürdü ki, cəmiyyətdə insanlara xidmət edənlərə, müəllimlərə, elm adamlarına qiymət vermək lazımdır. Ay insanlar söylüyor. Düzdür, bu müəllimlər, sizi öyrədənlər dövlətdən məvacib alır. Amma bu ilə bərabər siz də onlara fayda verməlisiniz. Siz də o bəs deyil. Siz də çalışın ki, onlara köməkli eləyərsiniz. Və nəhayət, Füzulinin fikrincə yaxşı deyir ki, məsələn, bu insanlar cəmiyyətə xeyir verirlər, fayda verirlər və İslami qaydalara riayət edirlər, dualarını edirlər, deyək ki, İslami mərasimləri yerinə yetirirlər. Belə insanların yeri cənnətdir. Kimsə bunları yerinə yetirmir, onlar deyək, cəhənnəmdə olacaq. Bəs yaxşı elə adamlar var ki, onlar cəmiyyətə xeyir verir, fayda verir, öyrədir, millətin gələcəyini hazırlayır, cəmiyyəti inkişaf edir. Bunlar cəhənnəmə gedə bilməz axı. Ona görə Füzuli deyir ki, onlar üçün üçüncü yer var. Onlar üçün də xüsusi üçüncü yer hazırlayır ki, yəni rahat ola bilərik ki, yəni o da ola bilərik. Yəni, axırı yaxşı bitir. Yəni, Füzuli doğrudan həm şərq dünyasından, həm müsəlman dünyasından, həm də ki, Türk dünyasının böyük şair, filosofudur. Bütün əsərlərində, məsələn, bayaq adını çəkdiyimiz, məsələn, o qəzəl bəzən düzgün şərh olunmayanda, düzgün tədris olunmayanda elə başa düşür ki, bu hansısa Füzuli qadına yazılmış qəzəldir. Əksinə yox, o ilahiyə yazılmış, ürfani məhəbbəti özündə əks etdirən, Heç qadına yazmıyor. Yox, qadına yazılmır. Bugün Sarı Gəlin, bugün çox təəssüf ki, Sarı Gəlin mahnısını oxuyurlar, elə bilə Sarı Gəlin qadına yazılır. Sarı Gəlin qadına yazılmır, Günəşə yazılan bir səhv traktovkada bugün də elə davam edir. Burada da belə deyilərik ki, Heç qadına yazmıyor Füzuli. Füzuli heç qadına yazmıyor, qadına şey. Qadınlara heç şey yazmıyor. Qadınlara yazar Leyli və Məcnun. Leyli və Məcnun saf məhəbbətin tərənnümüdür burada. Qazıbdır. Aynı zamanda qadın hüquqsuzluğudur. Qadına cəmiyyətə hüquqsuzluğu çıxartmaq istəyirdi. Qadın qüsurəsə çıxartmaq istəyirdi. Yaxşı olar ki, 8 mart qarşısında belə bir seminar təşkil edir. Bir də arzu. 8 martda bir də bir gender dünya görüşü. Fəlsəfi dərk, yaxud fiziki tərk. Mən gəlib çıxış edeyim. 8 mart qarşısında yaxşı mövzudur.
Gender dünya görüşü. Ha, İsmail yoxmu? Fəlsəfi, Gender yox, ya- bizim burada kişi qadın bərabərliyi, gender. Amma slaytlar nazardan gəlib çıxsın. Çox gözəl. Çox sağ olun. Sağ olun, teşekkür sağ olun. ederim. Çox sağ olun Zeynəb müəllim. Təşəkkürümüzü Buyurun bildiririk. Adnan, bağışınızı İndi istəyirəm. buyurun. Mənə elə gəlir ki, biraz müzakirə aparsın. Ha. Buyurun. Ben Ben. sizin çıkışlarınızda 3 sual düşündürür. Başka vaxtlarda da bu barədə düşünmüşəm. Amma indi sizin dediklərinizdən bir sual budur. Füzuli substansiya axtarışında əqli ayrı substansiya, ruhu ayrı substansiya kimi deyirsiniz ki, qəbul edeyim, göstərin. Ne dərəcədə doğrudur? O deyir ki, əqillə cismani bədən eyni vaxtda Yok, gəlir. bədəndən Ruhu. söhbət etmir. Hə? Ruhdan. Əqil və ruh. Ruhu deyil, ruhu. Dediniz ki, Füzuli substansiyalar, 4 substansiya göstərir. Bunlardan əqil, ruh. Amma mən sorup bilmək istəyirəm ki, əqil və ruh ne derecede ayrı bir şeylerdir ki onlar ayrı Ayrı, substansiyalar kimi verilir. Füzulinin fikri Bu ki, bir. əqil Allah Taala tərəfindən verilib insana fəaliyyət göstərmək. Ruh. Ruh isə bəsit bir cövhərdir, bədən üçün. Allah vermiyor onu. Hə? Yox, ruh. Ruhla əqil ayrı-ayrıdır. Ayrı. Ruh Mən- verildi. Belə ən sadə bir cövhər kimi. Yəni hər kəsdə ruh ola bilər, əqil ola bilməz. İnsana Elə deyirsən. Öyle verilir. düşünmürəm. Yoxsa öyle şey mübahisəlidir. Verilir. Ancaq insan öz fəaliyyəti zamanıdır, öz davranışlarına görə o ruhu müsbət istiqamətə də yönləndirir. Yaxşı, aydındır. İkinci sualım. Sevgi, dəlilik, sevgi, dəlilik. Bir de üçüncü bir amil var, faktör var. Onun indi yadımdan çıktı. Hele bu iki faktör, iki amil, sevgi ve dəlilik var. Birincisi Dəlilik sevgi, münasibəti. birincisi, ikincisi Dəlilik. Dəlilik, sevgi ve dəlilik. Bu Sen iki ne amil heyecanlandın? bir-birinə Məşğuldur. Mən başa düşdüm. məşhur məsələlərə sevgilərini almaq üçün. Zeynəbin müəllim bir həssaslarla verirsiz sahnədə. Sevgi, dəlilik və ağıl. Ağıl. Deməli, fəlsəfənin gözəl kateqoriyalarından birisi də ölçü kateqoriyasıdır. Hər şey ölçü daxilində gözəldir. Elə sevgi də, sevgi deməli, hardasa bir o ölçünü pozduqda dəlliyə çevrilir, yaxud da o ölçü olmalıqda şey Yox, mən onların hansının birbirindən nə dərəcədə artıq gözəl olduğunu soruşmuram. Onların daxili məntiqi, daxili münasibəti, bu üç amilin daxili münasibəti nədədir? O Yaxın açılırmı? İnsanın əlbəttə daxilindən, mənəvi dünyasından irəliləyir. Dəlilik, sevgi, ağıl. Bu üç kateqoriyanın daxili məntiqi. Bu əsərdə yoxdur, Arif müəllim. Bu mətnlə öyrətmə əsərində o kateqoriyalar barədə məlumat yoxdur. Yox. Ancaq ümumiyyət üzrə yaradıcılıq. Sözün yaradıcılığında var mı? Evet. Ağıl da var, dəlilik də Dəlilik də var, var. sevgi də var. Deməli, Arif müəllim, sevgi və insanlara xas olan keyfiyyətdir. Bu. O deyir ki, Heyvanlarda yoxdur. O instinktdir, bioloji instinkt. Yox, mən razılaşmıram. Heyvanlarda da sevgi var. Yaxşı, yəni bizə ağıl verilir, bu düşünmə Mən ciddiyim bu haqqında. məsələdə. Düşünmə haqqında, həyatımız haqqında. Heyvanlarda duygu var. Duygu var. Hatta müəyyən Heyvan- qədər sevgi. Mən varım. Mən sevgi heyvanları ilə də bir aşağılamağın əleyhinəyim. Sevgi ilə də müqayisə oluna biləcək duygu var. Amma heyvanlarda özlərinin duyduğunu dərk etmə yoxdur. Bilmək olmaz. Bəzi heyvanlar var, öz sevgisi uğrunda fədakarlıq edir. Elə heyvanlar var ki, öz sevgisi Heyvanlar uğrunda duyur. fəda edir. Heyvanlar duyur. Duyur, evet. Mənim aydındır. Amma dərk etmir. Bu mənim də fikrim deyil. İnsan- Gənclər reaksiya deyil. Bu mənim fikrim deyil. Bir çox mütəfəkkirlər də var ki, bəli, var. Bəli, mütəfəkkirlər var ki, Heyvanlar duyur. bəli. Amma Yox, duyduğunu heyvanlarda duyğunu yox, özür istəyirəm. Heyvanlarda dərk etmənin olduğunu qəbul edənlər də var, arı mən. Eləsinlər. Mən deyirəm. Ama Heyvan- ama Xeyr.
Biraz Ay kardeşim, Neyse, heyvan aydın. duyduğunu derk eləmir. Ay, Çünkü onda mənlik şuuru yoktur. Ama insanın da heyvandan fark odur ki, en âli heyvanlardan biri fark odur ki, insan duyur ve duyduğunu özünün predikte, Aynen. ağrının predikine çevirir. Bu yoktur. Ağrı müəllimə necə istəyirəm? Bayaq dedi ki, bax bir şey var. İnsan və bu ətrafımızdakı hamısı bizdə var. İnsan, bax bizim bu taxta bizdə var. O divar bizdə var. Bu ayağımızın altındakı torpaq bizdə var. Hər şey bizdə var. Eyni kimyəvi elementlər Var, hamısı var. İnsanın cismi ətrafındakı bütün cisimlərlə bağlı. Bu, yəni mənim fikrim deyil bu da yer gəlmişdir. heyvanlarda O kimi, o yox, Ağrı müəllim, mən də öz fikrimi deyirəm. Mən də deyirəm ki, heyvanlardakı dərk etmə yoxdur məsələsi və insanda dərk etmə var. Mən də elə belə demirəm. Əgər bitkidə dərk etmə yoxdursa, elə deyilmi? Deyir, bitkidə dərk etmə yoxdur. Özünü derk etme yoktur. Yoxdur. Aydındır nə mənada deyirik. Ancaq bitkidə də bitki kimi özünü dərk etmə var. Var, bu zaten Orada halis fizyoloji prosesler var. ola bilər. Ancaq mən deyirəm, Orada aydındır. hiçbir özünü derk etme prosesi Aydındır. yoktur. Orada halis Özünü dərk edən insan ən alçaq və murdar hisslərə malik olan insandır. Bakın, Yine bitki yaxşıdır bizə baxanda, bir çox bitkilər. bitki güneşten su alanda, bitki havadan karbon gaz alanda, yerden mineral tuzları ve suları alanda, suyu alanda. Düşünürüm ki bunları ben almalıyım ve bunların birleşmesinden özüme lazım olanları. Onda sübut edir, can atma var. Hətta suyun belə şeydə öyrənib Can atma başka şey. Yox, necədir? Can atma. Yox, nə fərqi var ki? Mən elə Natriumla bilmirəm. kloru birleştirip bir koyu yan yana, onlar da birbirine canatlı, onlar Be- da birbirine canatlı olacak. Ne manada? Elektron almak. İnsan deyirlər də. İnsan onu da sübut olunub ki, 20-ci əsrin bir çox mexanik, nə bilim, nəsə elektron məsələ var ki, insanlar şeydən ibarətdir. Sonra Elektron dalğaları can atır. Neyse, buyursun. Gelin Gelin danışırıqsa, Yəni əlamətlər var. Zeynep Var. gelin beri. Bitki günəşi doğrayır. Her bir toplantının, Fərqindəlik var her bir sizdə. ilmi diskusyanın, Ciddi etmək mümkün müzakirənin yaxşı cəhət olur ki, tərəflərin Geçmezdən bir-birində dediklərindəki həqiqətləri bir-birinin qəbul etməsi baş tutmasıdır. Eğer bu yoktursa, o toplantının hiç bir mənası yoktur. doğrudur. Eğer İndi benim üçüncü bir sualım. Bugün de bir vaxt akademiyada ben şərik elə iştirakçısı olmuşum o mübahisənin. Nizami şairdir yoksa filosoftur. şair filosof. Ve orada iki rəy eşit düşənmədir. Biri budur ki, Nizami şairdir, filosof değil. İndi də var. O da var. Bir rəy də budur ki, Nizami də şairdir də, filosofdur da. Siz buna necə baxırsınız? Siz özünüz necə Öz baxırsınız? fəlsəfəsi nəzmi ilə aşırdı. Konsepsiya ortaya konsepsiya qoymuşsa da lakin, orada onun əsərlərini oxuduqca böyük dəyər fəlsəfə Kim konsepsiya qoymuş versin? Hə? Kim qoymuş konsepsiya? Nizami mi deyir? Hə. Nizami konsepsiya qoyub, Füzulinin də konsepsiyası var. Konsepsiya ideal cəmiyyəti mi Hansı diyorsun? konsepsiya? Var, Hansı konsepsiya. konsepsiya? İdeal İskəndərnamədə ideal Var, ümumiyyətlə Nizaminin də var, Yəni ki, Füzulinin də o var. açır, o cəmiyyətin ciddilərini, motorlarını göstərir. Nizaminin konsepsiyası nədir? Mən indi vaxt almaq istəmirəm, var ancaq. Nədir də? Ola bilsin, kamil insanı deməkdir, Fəlsəfədə- ideal cəmiyyət. İdeal Nədir? cəmiyyət, yəni ki, konsepsiya şəklində olmasa da bunu deyirdi, əsərlərində deyirdi. İslamı əsaslansalar da var konsepsiya var. Belə bir qayda var, belə bir qayda olunmuş prinsip var. Hər bir filosof, o zaman filosof adlanır ki, onun üç konsepsiyası olsun. Üç konsepsiyası. Təbiyyətə dair, cəmiyyətə dair, təfəkkürə dair. Eğer bu üç konsepsiya varsa, olabilir ki bu üç sahanın her birisine ait bizim ustadlarımızın ideyaları var, fikirleri var, poetik ifadeleri var vesaire. Bunları ben kabul ediyorum. Olmamış olmaz. Ama açık şekilde
konsepsiya şəklində ortada yoxdur. Hani üzr istəyirəm, məncə bir də əsaslandırma olmalıdır da. Məsələ Yəni orada- politik verilə bilər, amma əsaslandırma yoxdursa, məntiqi argumentasiya Məsələn, tipli bir ondadır. şey yoxdursa. İndi onu əlbəttə düşünürəm. biz o böyüklükdə nəhəng ideyalar sahiblərini biz filosof kimi qəbul etməliyik. Ya filosof kimi qəbul edirik də. İdeyaları var, fəlsəfi ideyaları qəbul edirik. Müəllim, Amma ayrılıqda hər birindən ayrıca mən məsələn açıb Nizamidən oxuyum. Nizaminin idraç nəzəriyyəsi yoxdur. Amma idraçda, idraç haqqında, ağıl haqqında Nizami başdan ayağa yeni fikirlər bizə poetik formada bildirib. Onlar var. Dünyada hər bir şey cəhdə bağlıdır. yox, məsələ ondadır. Konsepsiya başqa şeydir. Zəncir olmasaydı eşqin əsiri çəkərmirdi dəmir zənciri. Armen, konsepsiya başqa şeydir. Yox. Biri var, Nizami və Nizaminin davamçıları var, Füzuli və Füzulinin davamçıları var, müəyyən qədər də var. Ancaq konsepsiya dedikdə, yəni Nizami Gəncəvi deyək ki, təbiətdən də yazır, nəzm formasında da olsa yazır da, yazır. Yəni bir fikrini ifadə edir. Amma konsepsiya dediyiniz bilirsiniz necədir? O konsepsiya deyil məncə. O yeni bir məktəbdir. Yeni bir deyək ki, yoldur fəlsəfədə. O anlamda hardasa düşünmək olar. Konsepsiya əslində yanaşmadır. Yeni bir, mən də onu deyirəm, yeni bir, o başqa bir şeydir. Yeni bir, ancaq biri götürdükdə, yəni, deyək, Aristotelin öz məktəbi var, Aristotelçilik üçün, o başqa bir şey, ancaq belə götürdükdə, Füzuli məncə özdə yer gəlmişəm, hər halda Füzulinin müəyyən məndə məktəbi var. Yəni, ədəbi fəlsəfi, biraz da ədəbi fəlsəfi olsa da məktəbi var. Yəni, məktəb başqa şeydir. Ədəbi fəlsəfi məktəb bir şeydir. Ayrılıqda fəlsəfi məktəb başqa şeydir. Aydındır, mən yenə deyirəm də, yeni bir şeyin əsasını qoyub, Platonçuluq, o başqa bir şeydir. Qoyub mu, onu müzakirə etmək olar. Ancaq yenə də öz yeri var, özünə məxsusluq var. İndi mən bu şəkildə Siz öz rəyimi deyim. Bəli, siz də deyin. Öz rəyimi deyim. Razılaşmadığınız məqamı. Şamil xanım, bugünkü tədbir haqqında. Bugünkü tədbir çox gözəl tədbir. Mənalı, məzmunlu, həm də məqsədi də əvvəldən bəlli olan bir tədbir idi. Çıxışların, hər iki çıxışda da çıxış elmi səviyyəsinə görə, orada bu çıxışlarda irəli sürülən fikirlərə görə, müzakirə olan obyektin mahiyyətini açma baxımından çox yaxşı qurulmuş çıxışlar idi və mən bu çıxışlara görə sizə öz adımdan təşəkkür edirəm, hər ikisindən təşəkkür edirəm və Kəmalə xanım, arzu edirəm ki, bundan sonra da bizim Elmlər Akademiyası ilə bu müxtəlif fəlsəfi problemlərlə bağlı müzakirələr, seminar keçirək, müzakirələr keçirək. Bu, bilirsiniz, məktəb klassiklər, yəni deyək ki, 500 il, 1000 il bundan əvvəlki bilirişlər, böyük şəxsiyyətlər niyə yetişiblər? Diskussiyalarda yetişiblər onlar. Diskussiyalarda hər bir bilik göstərir ki, sən nəyi bilmirsən. Və biz də öyrəndiyimiz bir şeydən sonra bizdə fikir yaranır. Və daha nə? Bundan sonra biz o bilik mənə dedi ki, sən onu bilmirsən, ondan sonrakini bilmirsən. Biz necə eləyək? Yeni bir diskussiya yaranır. O vaxt diskussiyaların gedişində insan idraki, təfəkkür, fəlsəfə eləyir, inkişaf eləyir, tərəqqi eləyir. Böyük işdir bu. Sizə yenə təşəkkür edirəm və arzu edirəm ki, akademiyanın əlaqələrimiz bundan sonra daha da sıx olsun. Sağ olun. Sağ olun. Bir sual var. Buyurun. Texniki xarakterli sualdır, yəni bunun məsələyə bir aidiyyəti yoxdur. Deməli, Füzuli əsasən 16-cı əsrdə yaşayıb yaradıb da, elə deyil, bütün əsərlərini 16-cı əsrdə yaradıb. Və biz bayaqdan, yəni siz danışırsınız, təşəkkür edirəm Faiq müəllimə, sizə gözəl məzmunlu məruzələr təqdim edədiniz. Füzuli öz, belə deyək, fəlsəfi ideyalarının irəli sürülməsində qədim Yunan filosoflarına istinad edir.
Talesin adı çəkildi, Anaxagorun adı çəkildi, Platon gəldi, Azər Aristoteles gəldi. Azər müəllim, o Nizaminin İskəndər naməsində də var, əsərlərində Və də var. onu da deyəcəm. Və ondan deməli bir neçə əsr yaşamış, əvvəl yaşamış Nizami Gəncəvinin də əsərlərində Əflatun, Ərastun, yəni Bu Platondan, adlar var. Aristotel və onların ideyalarından bəhrələnmək var. Mənim üçün maraqlıdır. Sadəcə bilmirəm, yəni bu heç bir üzr istəyirəm, nəsə bir belə təxribat xarakterli bir sual deyil. İndi fikir verin, o dövrdə 15-ci, 12-ci əsri götürək də, Nizami 12-ci əsrdə yaşayıb yaradıb. O dövrdə bu əsərlər, yəni Aristotel qədim Yunan dilində yazır, ondan sonra Platon qədim Yunan dilində yazır, Empedokl onun kimi, Fales onun kimi. O dövrdə deməli bu əsərlər ərəb dilinə və fars dilinə tərcümə edilir. Məmnun görünür. Artıq nə var? Yunan fəlsəfəsi ilə ərəb dilində tanış olur. Bir Yunan fəlsəfəsində ərəb dilində tanış olur. Yunan dilini bilmir. Nizami Gəncəvi Ərəb dilinin imkanları genişdir. Ərəb dilində 1 milyon 200 min söz var. O dillərdə 600. Deyirəm ki, Füzuli bəncə Kərbalada yaşayıb, oradan keçara çıxmayıb. Əsasən orada yaşayıb. Elədir, Kərbalada mərkəz falan olmuyor, yəni xəlifətin deyək ki, mərkəzi olsun, ya nə olsun. Belə bir adi şəhər oldu da yəqin ki. Deməli, bu əsərlər o dövrdə, bu elmə, fəlsəfiyə maraq nə qədər çox olubsa, bu əsərlər, yəni Platonun əsərləri, Aristotelin əsərləri tərcümə olunur. Və o vaxt çap deyilən şey olmuyor, texnika deyilən şey olmuyor. Və onlar hamısı gəlib çıxıb Kərbəlaya və Füzuli bunlarla tanış olub və bunlardan qaynaqlanıb, bunlardan bəhrələnib, yəni istifadə edib. Yəni deyirəm, bu barədə sizin məlumatınız yoxdur ki, onlar kim tərəf... İndi bilirik, Əl-Fərabi tərcümə edib hələ 9-cu əsrdə, sonra İbn Sina tərcümə edib, bunlar var. Amma onların o Kərbalaya gəlməsini, yəqin bir nüsxədə tərcümə olundu, o xəttatlar köçürülmüşlər. Yəqin bunların gəlib çıxması biraz adamı belə təəccübləndirir. İndi bu qədər çap imkanları var, Arif müəllimin canı sağ olsun. Platondan nəysə tərcümə edir. Yüzlərlə mirzə var idi. Aristoteldən nəysə tərcümə edir də Azərbaycan dilimizdə. Amma bununla belə Platonun, Aristotelin dini olar ki, bütün əsərləri Azərbaycan oxusu üçün əlçatmazdır. Yəni Azərbaycan dilinə hələ tərcümə olunmuyor. Yəni mən nəyə vurulamaq istəyirəm? O dövrdə fikir verirsinizmi? Fəlsəfiyə, ondan sonra bu qədim Yunan fəlsəfəsinə maraq nə qədər böyük olub ki, onlar tərcümə olunub və yayılıb. Bu barədə məlumatınız varmı? Yəni belə bir şey. Onlar kimi kitabxanalarda saxlanılmır. Məsələn, Aristotelin, Füzulinin istifadə etdiyi, tutaq ki, Aristotelin əsərləri var da, Platondan faydalanıb, Platonun əsərləri var. Füzuli bunları havadan götürməyib ki, onları oxuyub. Deməli, onlar Kərbalada olub ki, gəlib çıxıb Kərbalaya. O vaxtda çap texnikası olmayıb. Kitab çap eləyəsən, kserex eləyəsən. Deməli, görün nə qədər maraq olur, nə qədər belə deyək ki... Həvəs olur. Mən inanıram ki, Nizami Gəncəvi ilə qədim dilləri bilirdi. Çünki Nizami Gəncəvi daha böyük şeydir. Mən inanıram ona ki, o qədim dilləri bilirdi, Latın Yunan dilləri. Nizami Gəncəvi də, Faik müəllim, Gəncədən bir deyirlər heç ara çıxmayıb. Olsun, Gəncədə də, yəni... Kitab yəni necə gəlib çatıb Kitab necə gəlib çatıb... Tacirlər gətirir, aydındır. Elə bəlkə bilginiz varsa bölüşün. Azər müəllim, demək belə olur və mən deyim sizə, bu xəlifə məmunun hərəkətində, xəlifə məmunun dövründə Beytül-Hikmət yaradılır, yəni hikmət evi. Və burada məqsəd də nədən ibarət olub? Həmin o əsərlərin, dediyiniz Aristotel, Platon, Efler, onların əsərlərinin gətirilməsi və tərcümə olunması. Və niyə məqsəd, əsas da bunların necə deyək, təşəbbüs nədən əmələ gəlib? Xəlifə məmun özü möhtəzili olduğu üçün o dövrdə xilafətin daxilində fikir ayrı diskussiyalar gedirdi. Bunlar başa düşürdülər ki, bir-birinə qalib gəlmək üçün məntiqi bilmək lazım idi. Və bunların da xəbəri var idi ki, Aristotel var, onun məntiq təlimi var, kitabları var, o analitika əsər və s. Ona görə də məhz elə kitablarda da yazılır ki, xəlifə məmun özü, ondan sonra gələn xəlifələr, hətta bir kitabın qalınlığı, çəksi miqdarında deyir, qızıl belə veriblər, Bizans imperatorluğuna göndəriblər ki, mən o kitabları əldə eləyiblər və o vaxtları, məsələn, Yaqub Əlkindi olur, Sabit ibn Qurra, Hüneyn ibn İshaq ibn Hüneyn, bu tərcüməçilər böyük bir dəstə. Bunlar hamısı
tərcümə eləyiblər. Sonra da elə onlardan məsələn Yaqub Əlkindi özü tərcümə eləyə bir filosofa çevrildi. O peripatizmin hansı ki əsaslı qoydu. Sonra da başlayıblar məsələn Fərabidir, İbn Sinadır. Onlar həm şərh eləyiblər. Tərcümələrin əsasında çox Əsas artıq tərcümələrin əsasında şərhçilik başlayıb sonra da. Doğru. Hətta İbn Sinada belə bir fikir var. Bəli. Orta əsrdə ərəb filosoflarının hamısı belə demək olar ki, antik Yunan fəlsəfəsindən, ədəbi hissəsindən, mənəvi hissəsindən doğru. qaynaqlanıblar. Bəli. Bu bir həqiqətdir. Yekunlaşır. Əgər istəyirsinizsə yekunlaşır. Problem Sağ yoxdur. olun. Mən Zeynəb yenə də burada əslində bu əsər doğrudandır. Mən bu əsəri yeni əldə elədim. Çox sağ olsun mənə Mətləbül Etiqad əsəridir. Bayaq da qeyd elədim ki, iki tərcümədədir özdə. Biri Ziya Bünyadının tərcüməsidir. Hətta mənim bəli, Kiril olacaq da. bu Ziya Kirillədir. 89-cu ildə tərcümə Bəli, edildi. bəli. Arası 58-ci ildə. Bəli, buyurun. Demək bu tərcümələrdə bəzi fərqlər var. İndi burada heç yormaq istəmirəm. Yəni Doğru, burada ha. mübahisəli məsələlər var terminlərdə. Məsələn, biri idrak verir, biri bilik verir və s. Düzdürmü? Bəli, çətindir, bəli. Orijinal əsərdir, amma tərcümə eləyirlər. Hə, ancaq tərcümə olunur. Mən bir dənə sadəcə olaraq orada bir Empedoklun fikirləri münasibəti Füzuli məni maraqlandırdı. Orada o deyir ki, məsələn də, deyir o vahiddən əql, ondan da nəfs yarandı, ondan da sonra təbiət yarandı. Mən belə hesab, mən bir də baxdım o lüğətlərə. Mənə elə gəlir ki, o Empedoklun yox, daha çox o neoplatonizmdə, Platonda olan o emanasiya fikirləri sərfən Empedokla aid edib. Mənim fikrimcə də, çünki o dövrdə biz bilirik, o fikir var, gəlib çatıb, ancaq Empedokla aid deyil. Orijinalı oxumazsa, orijinalı oxumadan gərək ümumiyyətlə mənə də aiddir. Yəni bu işlə mən, həqiqi mütəxəssis gərək ancaq orijinalı bilmədən, tərcümələrlə iş görmək, yəni Yenə deyirəm də, çətindir. Füzuli əsəri yeganə əsər ərəb dilində yazılıb. Mətləbül Etiqad. Deyirəm ki, orijinaldan oxumaq lazımdır. Ərəb dilinin söz ehtiyatı daha 1.200.000 söz var bu dildə. Başqa bir İngilisdə, Fransızda... Həqiqi füzulişünaslar gərək ərəbcəni bilsinlər. Ehtiyatı Həqiqi onun fəlsəfəsində. Bir dərəcə... Məntiq deyir ki, o əsərlər Empedokuldur, Platondur, Aristotel, onlar ərəb dilinə çevrilib. Orada terminologiya biraz işlənib, hazırlanıb. Ona görə Füzuli ərəb dilindən istifadə edib. Azərbaycan dilində o terminologiya yoxdur. O ərəb dilinə tərcümə olunduğu üçün... Ərəb və fars var, hə? Yəni o terminlər olub deyin, onlardan istifadə edib. Təzədən, əgər Azərbaycan dilində yazsaydı, o terminlər uydurmalı idi. Həm də ki, Füzulinin yeganə nəsr əsəridir. Mətləbül Etiqad o bir hamısı nəsr. Və çünki onu sübut edirdi, oradan da Füzuli antik fəlsəfəni güclü bilibdir, düzdür? Dünyada belə deyil, peripatitizmi əsasən də güclü bilib, çünki bu peripatetik fəlsəfənin Füzuliyə təsiridir. Baxmayaraq ki, qəzəllərində sufilik biz görürük ki, düzdürmü? Zeynət mən razılaşarsın. İdealları yolun yolcusu siz yox, Mən çox razılaşdım. mən çünki oxuyuram, görürəm burada sufi ideyalar var. Özü demirəm, sufiliyin bəlkə də o rituallarını yerinə yetirməsə də, hər o da fəlsəfəsini qəbul edib də, biz onu inkar edə bilmərik. Yox, inkar eləmirik, ancaq... Yəni görün bu nə qədər böyük şəxsiyyət olub ki, doğrudan da o dövrün bütün o fəlsəfi biliklər ki, hansız ki... Ümumiyyətlə, sufilik çox problemli məsələdir. Çox. Çünki fars sufiliyi, farsların niyə görə bunda deyirəm? Yəni, fars mütəfəkkirlərin, türk mütəfəkkir, Hind, nə bilim, mənim sufilərin nə qədər fərqli olduğunu oxuyandan ancaq bilir ki, yəni biraz o sufilik məsələsi deyil, Mövlanənin sufiliyi ona görə deyirəm, Şəms Təbrizinin sufiliyi, neysə. Orada oxuyanda biz bilirik ki, hansı şeylər, fərqlər ortaya çıxır. Bu özü bir seminar mövzusudur da, Faiq müəllim, Zeynətin müəllim, o sufilik məsələsində bizim, Kəmal Ağam, sufilik məsələsində bizim kafamızı, şuurumuzu dolaşdıranların da çoxsu qərib tədqiqatçılardır. Hə, ola bilər, ola bilər, ola bilər. Yəni o tezliyin kimi, o özü mən elə düşünürəm. Sufizm özü, sufilik panteizmdir, deyil, başqa özü bir mübahisə məsələsidir. Çox sağ olun Zeynətin müəllim, Faiq müəllim, sizə təşəkkürümüzü bildiririk. Bu yəni, kitabımızda Bir dənə əyləşək, biz bir şəkil çəkdirək. Xahiş edirəm.